Salam əziz dostlar, bugün biz sizinlə causative verbslər haqqında məlumat verəcəyik. Həm miqlərə, eyni zamanda magistrlara və abituriyentlərə lazım olan faydalı məsləhətləri öz əksini tapıb. Əvvəlcə öyrənək görək causative fe'llər nə deməkdir? Bu fe'llər o zaman işlənir ki, biz işi özümüz icra etmirik, başqa birisini etdiririk və ya başqasının nəyisə etməsinə səbəb oluruq. Əsas causative fe'llər to have, to get, to make, to lead, to help hesab edilir. Qeyd edim ki, help çox vaxt semi-causative verb, yəni yarım causative adlandırılır. Bu fe'llərin, yəni have, get fe'llərindən sonra object gələrsə, verb 3 formasında olur. Bu zaman işi başqasına gördürürəm mənasında verilir. Getdən sonra object verb 3 eyni məna, amma daha danışıq üslubu üçün əlverişli bir versiyadır. Qeyd edim ki, to have fe'lindən sonra person, yəni canlı bir hər hansı bir insan gələrsə, bu zaman be infinitiv olur, yəni tosuz verb olur. Bu da kiməsə işi tapşırıram deməkdir. Getdən sonra isə person gələrsə, to'lu məstərdir, kiməsə nəsə işi razı salıram gördürməyə. Biz bunları kompleks obyektdən bilirik, abituriyent vaxtından keçdikdə. Bunlar haqqında geniş məlumat vermişik, amma bir daha xatırladıram. Make'dən sonra person gələrsə, be infinitiv olur, yəni tosuz məstər olur. Kiməsə məcbur edirsənsə bu işi görsünlər. Let fe'lindən, onun zaman formalarından sonra da person gələrsə, yenə də tosuz verb olur. Kiməsə işi icazə verirəm, icra etsin. Help'dən sonra person gələrsə, burada iki hal mümkündür. Həm to'lu məstər ola bilər və yaxud da ki, to'suz məstər işlənə bilər. Kiməsə kömək edirəm mənasındadır. Bir də baxaq, deməli, to have-in, to get-in özündən sonra object gələrsə verb 3 olur, amma person gələrsə have-dən sonra be infinitiv tosuz məstər olur, getdən sonra isə to'lu məstər olur, make-dən, let-dən sonra isə tosuz məstər olur. Əgər canlı hər hansı bir person, varlıq gələrsə, insan və yaxud da ümumi isim, my son, dog-dən və s. və ilaxır. Let də bu qəbilədən olan fe'llərdir. Biz bunların kompleks obyektdən tanışıq. Dediyim kimi, help'dən sonra isə hər iki versiya mümkündür. Həm to'lu, həm də tosuz məstər. İndi gəlin bir bunları təhlil edək. Əziz dostlar, deməli, to have-dən sonra dedik ki, object gələrsə past participle olacaq. Yəni, verb 3 forması olar. Məşhur causative formalar bunlardır. Subject, have, object, verb 3 forması. Examples'lara baxaq. Gəlin diqqətlə fikir verək. I cut my hair. Saçımı özüm kəsdim. Burada sadə bir cümlədir. Əgər cut'ın yerinə I had, yəni causative bir fe'l qoysaq, I had my hair cut. My hair obyektdir. Saçımı kəstirdim. Yəni kiməsə kəstirdik. I had my car repaired. Burada had causativdir. Özündən sonra object gəlmişdir. Bu canlı insan deyil. Bəzən abituriyentlər bunda çaşırlar, amma müdavimlərdə, magistrlarda bu problem yoxdur. My car cansız obyektdir. Repaired verb 3, yəni participle, past participle forması verilmişdir. Nümunələri bir də özünüz baxarsınız. Video materialı dayandırır. Burada işi edən məlum deyil və ya vacib deyil ki, bəlli olsun ki, işi kimə gördürmüşük. Qeyd edim ki, causative fe'llərin özləri to have-dir, to get-dir. Bunlar zamana görə dəyişir. Hətta bildiyimiz kimi to make, to lead. Zamana görə bunlar özləri dəyişirlər. Causativlərin dəyişməsi üçün hərəsinə ayrıca cümlə yazılıb. Present simple-da have, present continuous-da I am having, yenə də object gəlir. Verb 3 formaları, washed, painted formaları öz yerində qalır. Keçmiş zaman forması had özü dəyişə bilər. Ondan sonra gələn object yenə də deməli verb 3 formasıdır və yaxud da davam edici zaman, bitmiş zaman, present perfect formasını görürsünüz, past perfect'i görürsünüz, future'ni görürsünüz, eyni zamanda future perfect'i görürsünüz. Gəlin indi get haqqında bir daha ətraflı məlumata baxaq. Getdən sonra dedik ki, object gələrsə, o da
özündən sonra past participle tələb edir. Subject, get, object, verb 3. Bu hər elə demək olar ki, eyni mənadadır, amma daha danışıq üçün çox istifadə edilən, uyğun gələn üslubdur deyə danışıqda daha çox siz get'in zaman formalarına rast gələ bilərsiniz. I got my phone repaired və s. və ilaxır nümunələri. Bir də baxarsınız formal şəkildə I had my suit cleaned, informal onda I got my suit cleaned danışıqda daha çox istifadə olunur. Yalnız fərq bundan ibarət idi. Yuxarıda qeyd etdiyim kimi have-dən sonra person gələrsə, bu zaman were infinitive olur. Siz bu strukturu görürsünüz. Mənası birinə tapşırıram ki, o işi etsin. Nümunələr baxaq. I had the mechanic repair my car. Göründü ki, mekanik burada canlı bir persondur, varlıqdır, insandır. Özündən sonra were infinitive məstərdən to atılıb, repair feili qalıb və s. Burada iş edən şəxs məlumdur. Yəni, kimə işi görülürüksə, bu məlumdur. Get'dən sonra person gələrsə, to infinitive olur. Kompleks obyektdən bildiyiniz kimi mənası birini razı salmaq, inandırmaq və ya məcbur etmək mənasında gedir. To have-lə get'in arasında fərq nədən ibarətdir? Have-də tapşırmaq, get'də isə razı salmaq. Biraz yumşaq versiyadır. Onları müqayisə edin. Müqayisədə görərsiniz ki, aydın şəkildə I had Tom wash the car, tapşırdım ki, Tom maşını yursun və yaxud da I got Tom to wash the car, razı saldım ki, Tom maşını yursun. Bunlar deməli, gördüyünüz kimi müqayisədə birində tapşırmaq, birində razı salmaq mənasındadır. Bunlardan sonra person gəldikdə, həddən sonra to-suz məstər, were infinitive gəlir, qotdan sonra isə to-lu məstər işlənir. Bu da mürəkkəb tamlıqdan bildiyimiz qaydadır, amma bir balaca mənasına diqqət edərsiniz, müdavimlərə bu incə yerlər düşür. Daha sonra make-dən sonra kompleks obyektdən bildiyimiz kimi person gələrsə, were infinitive olur, subject, me, person, verb mənasındadır. Bu məcbur etmək deməkdir. Nümunələrə baxırsınız, the teacher made us stay. Deməli, burada me-dən sonra nə gəlir? Sadə bir cümlənin mənasını sizlərlə bir analiz edirik. Bu analizləri özünüz diqqətli şəkildə baxarsınız və nümunələri dəyərləndirərsiniz. Diqqətinizi nəyə cəlb edim? Pasiv formada me-dən sonra to-lu məstər işlənməsi bu abituriyentlərə də düşür. Abituriyentlər üçün hazırlanmış test tapşırıqlarında, güvən testlərində siz onu görə bilərsiniz. Əgər met to be-nin formaları ilə işlənərsə, bu zaman özündən sonra to-lu məstər gəlir. Bu nümunəni yadınıza salın. I was made to stay. Göründüyü ki, made burada to-lu məstər olduğuna görə, məchul növdə olduğuna görə, to be-nin işləndiyinə görə özündən sonra to-lu məstər tələb edir. Bəzən də made-dən sonra cansız bir isim gələrsə, düzəltmək mənasında tərcümə edildikdə də abituriyent qaydalarından bildiyimiz kimi, test tapşırıqlarından bildiyimiz kimi özündən sonra to-lu məstər gəlir. Lit mürəkkəb tamlıq dərsindən bildiyimiz kimi person gələrsə were infinitivdir. Subject, lit, person, verb mənasında düstur formasında olur. Mənası icazə vermək deməkdir. Nümunəni görürsünüz. Lakin lit passiv formada işlənmədiyinə görə passive voice keçdikdə biz bunu vurğulamışıq. Onun əvəzinə adətən to be allowed to işlədilir. Pasiv forması litin I was allowed to live. O zaman özündən sonra məchulda işləndikdə litin deməli yerinə to be allowed işləndikdə özündən sonra to-lu məstər tələb edir. Buna da fikir verin. Help-dən sonra person gəldikdə dedik həm to-lu, həm deməli to-suz infinitiv işlənə bilər. İki forma mümkündür. Bu iki formanın ikisini də göstərmişəm. Hər ikisi düzgündür. Kauzativ passivi bəzən xoşagəlməz hadisələr üçün işlənir. Misallar, she had her wallet stolen, I had my phone broken. Burada məqsəd işi etdirmək deyil, hadisə baş verib. Yəni, xoşagəlməyən bir hadisə verib. Bu kauzativ passiv sualını verəndə ki, burada hansı kauzativ passivdir? Bunu nəzərə alın ki, xoşagəlməz hadisələr olduqda bu hallar müşahidə edilir. Bu da adətən müdavimlərə bu kimi incə yerlər düşür, ona görə ona diqqət yetirin. Kauzativlər modallarla da ifadə oluna bilər. Modallar verildikdə modal, have, object, verb 3 formasındadır. Misal üçün, you should have your eyes checked. Yenə də have should-dan işlənir. Bu da modal ifadəsidir. Özündən sonra your eyes object gəlir və
verb 3 formasındadır və yaxud da you must have your passport renewed formasında yenə də your passport objektdir, özündən sonra verb 3 forması gəlir və s. Bu nümunələrə də baxın. Causativlərin questions necə əmələ gəlir? Adi sual cümlələrində sualları do, does, didlə, sadə zamanlarda yaxud da bitmiş zamanlarda have, has, hadlə və yaxud da ki, gələcək zamanlarda will ilə necə verirdiksə, burada da həmən qayda özünü ödəyir. Köməkçi feillər subjektdən önə keçir və cümlənin sonunda sual işarəsi qoyulur. Negativ forması da eyni ilə köməkçi feillərdən sonra not inkar hissəciyi əlavə edilir. Ümumi edilən səhvlər, bunlara diqqət yetirirsiniz. I had repaired my car dedikdə burada mübtəda bəllidir. Had repaired burada past perfect formasıdır. Bu kauzativ deyil, mənaya fikir verin. Burada insanı deməli çaşdıra bilərlər. Ona görə diqqətli edin. Maşınımı təmir etmişdim. Yəni bu işi icra edən mənim özüməm. Subjektdir, verbdir və objektdir. Swapdır, SVO. Deməli adi cümlədir. Burada kauzativ deyil. Buna diqqət yetirirsiniz. I had my car repaired. Deməli normal kauzativ formasında I had burada had ilə repaired'in arasına objekt girib, bu kauzativ formasıdır. I got him clean the room ifadəsi. I got him to clean the room ifadəsinə burada fikir verin. Yenə də nümunələri baxıb özünüz daha detallı şəkildə mövzunun mənimsənilməsində nümunələrin faydası çox olduğuna görə üzərində dayana bilərsiniz. Və bundan öncəki müdavimlər üçün və magistrlar üçün düşən test tapşırıqlarından olan nümunələri Advanced Examples'lərini verirəm sizə. Həmən cümlələri bir-bir özünüz saxlayaraq video materialı baxa bilərsiniz. Mən bu qədər. Ümidvaram ki, bu video sizin üçün əlverişli olacaq. Bu mənim sizə kauzativ haqqında verdiyim məlumat idi. Bir balaca kompleks obyektdə də yadımıza saldığımız materiallar oldu. Kauzativlə kompleks obyekti bir-birinə qatışdırmayaq. Diqqətinizə görə sağ olun, minnətdarım.